Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 23 aprel 2026-cı il. Havalar artıq isinib, quşlar cəhcəh vurur, arılar da çalışır. Amma arıları boş bırakmaq olmaz. Ne etmək lazımdır? Varroa ilə müharibə aparmaq lazımdır. Bəli, müharibə. Şimdi bəzi ağıllılar yazacaq mübarizə. Mübarizə yox, mən müharibə aparıram. Müharibə. Demək, bugün ne edəcəyik dostlar? Formik asit qarışqa turşusu ilə varroaya qarşı mübarizə apararıq. Bak. Kuşların sesine bakın. Deməli, aziz dostlar, gənc arıçılar, yaxın oturun. Hər il yazda, aprel ayında, may ayında mən paylaşıram formik asitlə arıları varroadan təmizləmə. Yenə də eyni suallar yazılır. Deməli, diqqətlə qulaq asın. İlk növbədə nə lazımdır? Maska, eynək, əlcək, yəni rezin olmalıdır ki, parmağınıza formik asit düşməsin və yanıq əmələ gətirməsin. Qablar, hər il bunu paylaşıram ki, ağıllılar mənə dərs öyrətməsinlər. Qablar satılır, ramkaların arasına qoyulur. Kim alır, Allah xeyrin versin. Bu da problem deyil. Ben bunları bir əziyyətlə hazırlamışam bir neçə il bundan əvvəl. Bunları ata bilmərəm. Bunlardan istifadə edirəm. Mənə bunlar bəs eləyir. İndi dostlar, bunlar mənim üçün böyük bir problem deyil o qabları da almaq. Amma bunları mən illərdir hazırlamışam. Baxın, üstündə propolislərdə durur. Hər il istifadə edirəm. Yenə də yığıb qoyuram. Bununla da bitdi. Baxın, xahiş edirəm, qulaq asın ki, əlavə sualları verməyəsiniz, qardaş. Mən adi dildə, sadə dildə izah edirəm. Hər kəs bunu başa düşsün. Mənə bir-iki dostum var, deyir ki, sən, qardaş, kitab yazırsan, kitab. Ay qardaş, mənim hər bir videom YouTube'da elə özü bir kitabdır. Kitab yazmağa nə var ki? O kitab yazanlar, o kitabda o qədər qəlizləşdirilmiş sözlər yazır ki, heç kim başa düşməsin. Mənə, baxın, bir neçə ildir mən Qulam Hüseyn Sultanovun bir kitabı var. Çoxdan o kitabdan öyrənmişəm. Təbii ki, çox şeylər öyrənmişəm. Amma o vaxt bir şey oxumuşdum o kitabda. Arı saatda 65 kilometr sürətlə uçur. Hətta bunu qatar sürəti ilə müqayisə də edib. Sonra da yazıb ki, yüklə, yəni nektar daşıyan zaman isə 3 dəqiqəyə 1 kilometr uçur. Hələ də fikirləşirəm, qardaş, onu tapa bilmirəm. Ay qardaş, bunu bu qədər qəliz nəyə səbəb vardı ki, bunu yazmaq? Nəyə ehtiyac vardı bunu bu qədər qəlizləşdirmək? Əgər 65 kilometr saatdə uçursa, yüklə də yaz bunu 20 kilometr saatdə uçur da qardaş. Bunu bu qədər fırladı, bu məntiq imtihanı deyil, riyazət imtihanı deyil. Bunu nəyə görə o qədər çətin, qəliz bir şeylərlə yazılıblar? İndi, qardaş,
Qulaq as. Formik asid 85%dir. Mən tətbiq edirəm. Su falan qatmıram. Kim qatır özü bilir. Temperatur 18 dərəcə minimum. 18 dərəcə aşağı temperatur 18 olmalıdır. Yuxarı 28-i keçməmək şərti ilə. Bu aprel ayında da ola bilir, may ayında da ola bilir, hətta iyun ayında da ola bilir. İndi varroanın ən çox sürətlə inkişaf edən vaxtı aprel-may aylarıdır. Ona görə o formikdən biz istifadə edək ki, arılarımız sağlam olsun. Dozasını, qardaş, kim deyir sizə desin, ən azı siz özünüz bir məntiqlə fikirləşin. Tutaq ki, 50 arı ailəniz var. Bütövlüklə bunu tətbiq etməyin. 2 arı ailəsinə bugün tətbiq edin, nəzarət edin. Baxın, bu arı ailəsinə böyük bir ziyan dəyibmi, dəyməyibmi? Sabah digərlərinə də tətbiq edin. Bu qanundur. Hər hansı bir dərman olsun, turşu olsun, bunları bir dəfəlik arılara vermək olmaz. Dozanı da, qardaş, baxın, qorxursunuzsa, bugün 10 qram verin. 4 gündən, yəni 4 gündən sonra 20 qram, yəni 3-cü dozada yenə 4 gündən sonra 30 qram. Yenə də arı ailələrinin gücünə baxmaqla. Əgər 2 mərtəbədə indi arı varsa, ona 10 qram heç bir şeydir. Yəni, ən gözəl üsul budur. 3 dəfə 4 gündən bir tətbiq edirsiniz. Birinci dəfə 10 qramdan başlayın, ya 15 qramdan başlayın. İkinci 4 gündə isə 15-20 qram tətbiq edin. Üçüncü 4 gündə isə 20, 30, 25 qram tətbiq edə bilərsiniz. Mən elə başa düşdüm ki, burada qaranlıq bir şey qalmadı. Yəni arının o sürətlə uçan, boş uçduğu saatı yüklə uçduğu saatla qarışdırıb qəlizləşdirməyək. Formikdir, qarışqa turşusudur. Öz təhlükəsizliyini qoruyun. Yəni mən yaz, payız aylarında verirəm. Hər il paylaşmışam YouTube kanalımda. Hər il formiklə bağlı, varroa ilə bağlı verilişlər var. Payızda isə bunu çəkib paylaşmıram. Çünki ehtiyac durmuram hər bir verilişi çəkmək üçün. Mən indi burada vaxt itirirəm. Arım qalıb, işlərim qalıb. Odur ki, dostlar, gedirik. Nə üçün? Baxın indi. Nədən başlayırıq? Diqqətlə baxın. Əvvəllər, baxın bu cür şpirislə 60 qramlıq şpirisə çəkirdim. Hər bir arı ailəsi üçün dozanı verirdim. İndi bu il belə bir şey almışıq. Yəni, bu qədər də adama əziyyət olmasın. İndi bilmirəm bu içəridəki rezin salniklər bu turşuya dözəcək, dözməyəcək. Mən də bunu inşallah eksperiment kimi aparıram. Çünki bu rahatçılıqdır. Bir dəfə 2 litr butulkaya doldurduq, ağzı bağlandı. Buradan buxarlanma getməyəcək. Burada da tənzimləyici var. 15 qrama da qoymaq olur, 30 qrama da, 20 qrama da, nə qədər istəsək. Yəni bununla indi sizə göstərərəm. Getdik.
Deməli dostlar, bir şey unuttum deməyə. Demək formik istifadəsi zamanı pətəydəki ventilyasiyalar açıq olmalıdır mütləq. Yəni aşağı ventilyasiyalar tam açıq olmalıdır. Uçuş bacası tam geniş açıq olmalıdır. Bu baxın, bu qurğu mən internetdə görmüşdüm. Bu heyvanlar üçün dərman verməyə, iynə vurmaq üçün nəzərdə tutulur. Yəni bunun formik asidlə istifadəsi zamanı baxın, bu cür belə buradakı içərisində rezin artıq şişir, reaksiyaya girir. Bu 85% turşu ilə yararsız hala düşür. Yəni bundan istifadə etmək mümkün olmadı. 5-6 arı ailəsinə istifadə edən kimi baxın bu cür hal alındı. Yəni bundan istifadə etməyə dəyməz. Yəni sizə mən bunu çəkib paylaşıram ki, mən bunu eşitmişdim, amma gözümlə gördüm, yoxladım. Həqiqətən gördüm ki, bu formik asid üçün yararlı deyil. Yəni siz də buna pul verib almayasınız deyə mən bunu sizə sübutu ilə göstərirəm ki, bunlara getməyin. Yəni bundan istifadə etməyin formik zamanı. Yenə keçdim dədə-baba variantına. Baxın, təhlükəsiz. Şpiris 60 qram çəkdim. Təxminən 3-4 arı ailəsinə istifadə edə bilirəm. Yəni tam təhlükəsiz qaydada. Siz də bu cür şpirislərdən alın, istifadə edin dostlar. Bəzən vaxtımıza qənaət olması üçün yaxşı şeylər də var, amma hər biri keçərli deyil. Yəni göründüyü kimi deyil. Odur ki, mən bunu çəkib sizə göstərməkdə özümə borc bildim. Baxın, belə bir lazımsız şeyə pul xərcləməyin.